Salam əziz izləyicilər, 7-ci sinif riyaziyyat 1-ci hissə səhifə 26, 27 və 28-də olan çalışma həllərinə baxacağıq. Birinci tapşırıqda vurma əməlini yerinə yetirin. A bəndində 4-də -3 vurulsun 5-də -1. Sürəti sürətə vurub sürətdə yazırıq. -3 vurulsun -1. Məxrəci məxrəcə vurub məxrəcdə yazırıq. -3-ü -1-ə vuranda 3 eləyər, 4-ü 5-ə vuranda 20. Cavabımız olacaq 20-də 3. İkincisinə baxaq. 3-də -2 vurulsun 5-də -5. Burada yenə sürəti sürətə vurub sürətdə yazıram. Məxrəcdə məxrəcə vurub məxrəcdə yazıram. -2-ni -5-ə vuranda müsbət 10 eləyər. 3-ü 5-ə vuranda 15 eləyər. Daha sonra 15 və 10 5-ə ixtisar gedir. 5-ə ixtisar gedir. 2 dəfə 5-ə gedir 3 dəfə. Cavab 3-də 2. C bəndində 8-də 5 vurulsun 3-də -1. 5-i vururuq -1-ə, 8-i də vururuq 3-ə. 5-i -1-ə vuranda -5, 8-i 3-ə vuranda 24. Burada içinə ixtisar getmədiyinə görə mənfini kəsrin qarşısına yazıram və 24-də 5 olur cavabımız. D bəndi 11-də -7 vurulsun 5-də 4. -7 vurulsun 4 sürətdə, 11 vurulsun 5 məxrəcdə. -7-ni 4-ə vuranda -28, 11-i də 5-ə vuranda 55. Daha sonra mənfini kəsrin qarşısına yazıram. Cavabımız olur -55-də 28. E bəndi 7-də -3 vurulsun 6-da -5. -3 vurulsun -5-i yazırıq sürətdə. 7 vurulsun 6-nı da məxrəcdə. -3-ü -5-ə vuranda müsbət 15 eləyər. 7-ni 6-ya vuranda 42. 15 və 42 də 3-ə ixtisar gedirlər. 3-ə gedir 5 dəfə. 3-ə gedir 14 dəfə. 14-də 15 oldu cavab. F bəndi. F-də 3-də -2 vurulsun 4-də -5. -2 vurulsun -5 sürətdə, 3 vurulsun 4 məxrəcdə. -2-ni -5-ə vuranda 10, 3-ü 4-ə vuranda 12. 10 və 12 2 ixtisar gedir. Burada 5 qalır, burada 6 qalır. C bəndi 3-də 1 vurulsun -5-də 2. Baxın, bu mənfi kəsrin qarşısında yazılıb, amma biz bunu sürətin qarşısında yazıb vura bilərik. Yəni 1 vurulsun, bu mənfini sürətin qarşısındakı ədədin, sürətdəki ədədin qarşısına yazsaq -2 olacaq. Yəni 1 vur -2, məxrəcdə 3 vurulsun 5. 1-i -2-yə vuranda -2, 3-ü 5-ə vuranda 15. Daha sonra bu mənfini qarşıya yazıram. Cavabımız edir -15-də 2. Sonra H bəndi. H bəndində -5-də 6 vurulsun 4-də 1. Mənfini yenə 6-nın qarşısında yazsaq, -6 vurulsun 1 sürətdə olar, 5 vurulsun 4-də məxrəcdə. -6-nı 1-ə vuranda, -6, 4-ü 5-ə vuranda 20. Mənfini kəsrin qarşısına yazıram, olur 20-də 6. Daha sonra bu da ixtisar gedir. 2-yə gedir 10 dəfə. 2-yə gedir 3 dəfə. Cavab olur -10-da 3. İ bəndini yazaq. İ bəndində -7-də 5 vurulsun -15-də 14. Kəsrin qarşısındakı mənfini sürətindəki ədədin qarşısına yaza bilərik. 5-in qarşısına mənfi yazsaq -5, burada da 14-ün qarşısına mənfi yazsaq -14 olacaq. Məxrəcdə də 7 vurulsun 15. -5-i -14-də vuranda eləyəcək 70. Burada da 7-ni vuraq 15-ə. Cavabımız eləyəcək 105. Daha sonra bunları biz 15-ə ixtisar apara bilərik. Daha doğrusu 35-ə, 15-ə yox. 35-ə ixtisar aparsaq, çünki 70 və 105-in əmə bunları 35-dir. 35-ə ixtisar aparsaq 2 dəfə, bu da 3 dəfə. Cavabımız eləyəcək 3-də 2. İ bəndinə qədər yazdıq. Keçək birinci tapşırığın J bəndinə. -9-da 8 vurulsun -4-də 3.
-8-i vururuq, -3-ə sürətdə yazırıq, 9-u 4-ə vurub məxrəcdə yazırıq. -8-i -3-ə vuranda 24 deyilər, 9-u 4-ə vuranda 36. Daha sonra 24 və 36-dan 12-yə ixtisar gedir. 12-yə gedir 2 dəfə, 12-yə gedir 3 dəfə. K bəndi. 14-də -3 vurulsun 7. Baxın, 7 məxrəci olmadığına görə sürətə vurulmalıdır. -3 vurulsun 7. Məxrəcdə də 14. -3-ü 7-yə vuranda -21 bölü 14. Mənfinin kəsrin qarşısına yazıram 14-də. -14-də 21 edir. Daha sonra buna ixtisar gedəcək 7-yə. 3 dəfə, 7-yə 2 dəfə. Və bunu da -1 tam 2-də 1 kimi yaza bilərik. Sonuncu bəndini yazaq, el bəndini. -3-də 5 vurulsun -6. Məxrəcdə birdən 3 var. Məxrəcə 3 yazırıq. Bu mənfini kəsrin sürətinin qarşısındakı ədədə yazsaq. -5 vurulsun -6 da məxrəci olmadığına görə sürətə vurulmalıdır. Cavabımız eləyəcək 30 bölü 3. 30-u da 3-ə böləndə eləyəcək 10. Birinci tapşırığımız bitdi. Keçək ikinci tapşırığa. 2-də ədəd oxunda təsvirə uyğun vurma əməlinə aid misal yazın və hasili tapın. Burada diqqət edirik ki, -5-də 2-dən 3 ədəddir və sol tərəfə doğru sürüşüb. Eyni vahid. Baxın, 1, 2, 1, 2, 1, 2. Eyni vahid sürüşüb. Deməli, necə yazıram? 3 vurulsun -5-də 2. 3 məxrəci olmadığına görə sürətə vurulur. Sürətdəki ədədimiz də -2-dir. -2-yə vurulacaq. Məxrəci də 5. -6 bölünsün 5. Bu da eləyir. -5-də 6 bərabərdir. -1 tam 5-də 1 olacaq cavabımız. Yəni, damaların yerinə belə yazıram. Bu birinci boşxana vurulsun. İkinci boşxananın yerinə -5-də 2 bərabərdir. Cavabdakı boşxananın yerinə də -1 tam 5-də 1 yazılacaq. A bəndində. B bəndinə baxaq indi. B-də isə 1, 2, 3, 4, 5 dəfə vurulub. Deməli, 5 vurulsun -3-də 1 yazıram. 5-i məxrəc olmadığına görə sürətdəki ədədə vururam. Sürətdəki ədəd də -1-dir. 5 vur -1 bölünsün 3. 5-i -1-ə vuranda -5 bölünsün 3. Bu da eləyəcək -1 tam 3-də 2. Kəsrin qarşısına mənfi yazdıq. İndi bunu da bu formada yazırıq boşxanaların yerinə. Birinci boşxanada 5, müsbət 5. İkinci boşxanada -3-də 1 bərabərdir. Ortada vurma işarəsidir. Bərabərdir. Cavabımızdakı boşxananın yerinə də -1 tam 3-də 2-ni yazdıq. Yəni, aldığımız cavabı yazdıq. Keçək üçüncü tapşırığa. 3-də isə bizə deyir ki, hesablama aparmadan ifadələrin qiymətini müqayisə edin. Müqayisə edək. A bəndində -4,2 vurulsun 1,5-dir. Bu tərəfdə isə -7,2 vurulsun -1,2-dir. Baxın, bunun cavabı mənfi ədədi müsbətə vuranda mənfi ədəd verir. Bizə. Mənfini mənfiyə vuranda isə müsbət ədəd verir. Müsbət ədəd həmişə mənfi ədəddən böyükdür. B bəndində -1,5-də 3 vurulsun -2,5. -9,6 vurulsun 0. Mənfini mənfiyə vuranda müsbət ədəd verər bizə. Mənfini 0-a vuranda isə 0 verər. Müsbət ədəd istənilən müsbət ədəd 0-dan böyükdür. O zaman sağ tərəfimiz böyük olur. C-ni yazaq. -1,4-də 3 vurulsun 7-də 2. Bu da -4-də 1 vurulsun -7-də 2. Mənfini müsbətə vuranda mənfi ədəd verir. Mənfini mənfiyə vuranda müsbət ədəd verir. Və istənilən müsbət ədəd mənfi ədəddən böyükdür. Yəni, sağ tərəf böyük olacaq. Baxın, hesablama aparmadan mənfi müsbətə görə və yaxud da 0-a görə müqayisəni asan bir şəkildə aparmaq olar. Üçüncü tapşırıq bitdi. Keçək digər səhifədə 4-cü tapşırıqla davam eləyək. 4-cü tapşırıqda əvvəlcə hasilin işarəsini müəyyən edin, sonra vurma əməlini yerinə yetirin. A bəndində -1,2 vurulsun -2,5. Hasilin işarəsini müəyyən etmək o deməkdir ki, bu mənfi ədəddir, yoxsa müsbət ədəddir. Mənfini mənfiyə vuranda müsbət ədəd eləyir. Yəni, hasilimiz
Nasirimizin işarəsi müsbətdir. İndi gəlin bunu aşağıda mənfini mənfi vuranda artıq bildik ki, müsbət eləyir. 1,2-ni vuraq, 2,5-ə hesablayaq. 2 5-im 10, 1 yadda 0, 5 birim 5, o da 1, 6, 2 2-im 4, 2 birim 2, 0, 0, bu da 3. Vergüldə buradan atacağım. Atandan sonra bu sıfırların mənası yoxdur. Cavabımız eləyəcək 3. B bəndində. Mənfi 5,1 vurulsun mənfi 3,6. Bu müsbət ədəddir. Çünki 2 mənfini bir-birinə vuranda müsbət eləyir. İndi gəlin hesablanmasını da yazaq. Artıq bildik ki, müsbət eləyir. O zaman 5,1-i 3,6-ya vuraq. 2 müsbəti yəni. 6 birim 6, 6 5-im 15, 3 birim 3, 6 5'im 30 daha doğrusu. 3 birim 3, 3 5'im 15. Toplayaq. 6, 3, 8, 1. Vergüldə buradan atacağım. Cavabımız eləyəcək 18,36. Keçək 4'ün A və B bəndinə yazdıq. Keçək 4'ün C bəndinə. Mənfi 4,6-da 1 vurulsun mənfi 1,5-də 4. Bunun işarəsi böyük sıfır olacaq. Çünki 2 mənfidir. 2 mənfini bir-birinə vuranda müsbət eləyər. İndi müsbət eləyəcəyinə görə bu mənfiləri ataq buradan. Mənfi 4,6-da 1 vurulsun mənfi 1,5-də 4 bərabərdir. Mənfiləri ataq. 4,6-da 1 vurulsun 1,5-də 4. Çevirə düzgün olmayan kəsrə 6 4'üm 24 üstünə 1 gələndə 25. 5 birim 5 üstünə 4 gələndə 9. 25'i vuraq 9'a, 6'ını da vuraq 5'ə. 25 ilə 5 ixtisar gedir 5'ə. 1, burada 5 dəfə. 6 ilə 9, 3'ə ixtisar gedir 2, burada 3 dəfə. Sürətdə qaldı 3'ü 5'ə vuranda 15, məxrəcə də qaldı 2'ni 1'ə vuranda 2. 15, 2'də 15 isə 7,2'də 1 deməkdir. Bunu sonra 7,5 kimi də yazmaq olar onluq kəsirlə. D bəndi. Mənfi 1,5'də 2 vurulsun mənfi 5'də 1. Mənfini mənfiyə vuranda eləyəcək müsbət, böyük 0. Yəni cavab bizə müsbət verməlidir. İndi bu mənfiləri itirək, yazaq 1,5'də 2 vurulsun 5'də 1. Bərabərdir. Eləyəcək 5'də 7 vurulsun 5'də 1. 7'ni 1'ə vurarıq 7, 5'i 5'ə vurarıq 25. Cavabımız eləyəcək 25'də 7. Keçək E bəndinə. 5'də mənfi 4 vurulsun mənfi 3,8'də 1. İşarəsini təyin eləyək. Bu da mənfidir, bu da mənfidir. Mənfi ədədə mənfiyə vuranda müsbət ədəd eləyəcək. Yəni bizim cavabımız bizə müsbət verməlidir. Yazaq. Mənfi 5'də 4 vurulsun mənfi 3,8'də 1. Müsbət olacaqsa deməli mən mənfiləri buradan itirirəm. Elə müsbətlərini yazıram. 3,8'də 1'i çevirirəm düzgün olmayan kəsrə. 3, 8'im 24 üstünə 1 gələndə 25 bərabərdir. 4'ü 25'ə vurub sürətdə yazıram. 5'i də 8'ə vurub məxrəcdə yazıram. 8'i 5'ə vuranda eləyəcək 40. 4'ü də 25'ə vuranda eləyəcək 100. Bunları biz 20'yi ixtisar aparsaq. 20'yi aparsaq burada 2 qalar. Burada da 5 qalar. 2,2'də 1 bərabərdir. 2,5 kimi də yazmaq olar. Görürsünüz cavabımız yenə bizə müsbət verdi. F bəndinə baxaq. F'də 2'də mənfi 1 vurulsun 2,4'də 1'dir. 2'də mənfi 1 vurulsun 2,4'də 1. Bu mənfi ədəddir, bu müsbət ədəddir. Mənfi ədədə müsbət ədədə vuranda kiçik sıfır alınır. Yəni bizim ədədimiz, cavabımız mənfi olacaq. 2'də mənfi 1 vurulsun 2,4'də 1 bərabərdir. 2'də mənfi 1 vurulsun. Bunu çevirə düzgün olmayan kəsir. 2 4'üm 8 üstünə 1 gələndə 9. Sürəti sürətə vurub sürətdə yazırıq. Məxrəci məxrəcə vurub məxrəcdə. Cavab elədi 8'də mənfi 9, mənfi 8'də 9. Mənfini kəsirin qarşısına yazdım. Və bu da bizə nə verəcək? Mənfi 1,8'də 1. Görürsünüz cavabımız mənfi alındı. Burada da hasilin işarəsini mənfi olaraq təyin etmişdik. F bəndinə qədər yazdıq. Keçək 4'ün C bəndinə. 4'ün C'si. Mənfi 0,8 vurulsun 2,7. Deməli, bu mənfi ədəddir, bu müsbət. Mənfini müsbətə vuranda kiçik sıfır eləyəcək. Mənfi eləyəcək. Yazaq o zaman. Mənfi 0,8 vurur 2,7 bərabər. Mənfi yazıram və bunları müsbətlərin bir-birinə vuraq.
Çünki artıq bura mənfi işarəsini təyin etmişik. 7 8-im 56, 2 8-im də 16. Toplayaq elə bunları. Çünki sıfıra vuranda elə sıfır etdiyinə görə ehtiyac yoxdur bir də sıfıra vurub hesablamağa. 6, 11, 1 yadda 1, bu da 2. Vergüldə buradan atılacaq. Deməli, cavabımız olacaq mənfi 2,16. H bəndi. Mənfi 4,3 vurulsun 6-1. Bu mənfidir, bu müsbətdir. Mənfini müsbətə vuranda mənfi eləyir. Kiçik sıfır eləyir. Mənfi 4,3 vur 6-1 bərabərdir. Mənfi 4-ü 3-ə vurub üstünə 2 əlavə etsək 14 vurulsun 6-1. Sonra nə edirik? Burada sürəti sürətə vurub sürətdə yazırıq. Mənfi 14 vur 1, 3 vurulsun 6. Mənfi 14 sürətdə 18 məxrəcdə. Mənfini kəsrin qarşısına yazıram. Eləyəcək 18-də 14. Bu da bərabərdir. 2-yə ixtisar aparsam 7, 2-yə aparsam 9. Cavabımız elədi mənfi 9-da 7. Baxın, mənfi ədəd aldıq və həllimiz də kiçik sıfır olduğunu təyin etmişdik. Sonra i bəndi. Mənfi 2,5 vurulsun 1,5-də 3. Mənfidir, müsbətdir. Mənfini müsbətə vuranda kiçik sıfır eləyəcək. Yəni mənfi bir ədəd verəcək bizə. Mənfi 2,5 vurulsun 5-də 3 bərabərdir. Bu eləyəcək mənfi 2,5 vurulsun 1,5-də 3 bərabərdir. Çevirə ikisini də düzgün olmayan kəsrə. 2-ni 10-a vurub üstünə 5 gəlsəm 25. 5-i 1-ə vurub üstünə 3 gəlsəm 8. Bərabərdir. Sürəti sürətə vurub sürətdə yazıram. Mənfini kəsrin sürətindəki ədədin qarşısına yaza bilirik. Mənfi 25 vur 8, 10 vurulsun 5. Onu 5-ə vuranda eləyəcək 50, mənfi 25-də 8-ə vuranda eləyəcək mənfi 200. Mənfini kəsrin qarşısına yazaq, eləyəcək mənfi 50-də 200. Daha sonra bundan 200-ü də 50-yə böləndə elə mənfi 4 eləyir. Cavabımız oldu mənfi 4. Bax, burada da mənfi almışdıq. Sonuncu bəndi də yazaq. 1,6 vurulsun mənfi 1,3-də 1. Müsbət ədəddir, bu da mənfi ədəddir. Müsbəti mənfiyə vuranda kiçik sıfır eləyər. Yəni bizim cavabımız mənfi alınacaq. 1,6 vur mənfi 1,3-də 1. 1,6 1,6 kimi yazıram. Vurulsun mənfi 1,3-də 1. İkisinə çevirə düzgün olmayan kəsrə 10-da 16 eləyir. Bu isə eləyir mənfi 2-də 3 bərabərdir. İndi sürəti sürətə vurub sürətdə yazıram. 16 vur mənfi 3. Məxrəci məxrəcə vurub məxrəcdə yazıram. Mənfi 48 sürətdə 20-də məxrəcdə. Mənfini kəsrin qarşısına atıram. Eləyir mənfi 20-də 48. Daha sonra bunların hər ikisini 4-ə ixtisar aparıram. 4-ə aparanda eləyəcək 12. Bunu 4-ə aparanda eləyəcək 5. Düzgün olmayan kəsrə çevirsə mənfi 2,5-də 2 eləyər. Hətta onluq kəsrə də çevirə bilərik. Mənfi 2,4 şəklində də yaza bilərik. Beləliklə 4-cü tapşırığımızın sonuncu bəndini də yekunlaşdırdıq. Keçək 5-ci tapşırığa. Verilən ədədlərin qarşılıqlı tərs ədədlər olub olmadığını müəyyən edin. Qarşılıqlı tərs ədədlər o ədədlərdir ki, onların hasilləri 1-ə bərabər olsun. Baxaq, 5-də mənfi 2 vurulsun, mənfi 2-də mənfi 5-ə bərabərdir. 5-də mənfi 2 vurulsun. Deməli, burada 2 mənfimiz var. Bu da mənfidir, bu da mənfidir. Mənfini mənfiyə vuranda müsbət ədəd eləyər. Yəni 2 mənfi bizə müsbət verir. 2-də 5 yazıram bunun yerinə. Bərabərdir. Mənfi 2 vurulsun 5. Sürəti sürətə vurub sürətdə, məxrəci məxrəcə vurub məxrəcdə yazıram. Mənfi 10 böl 10. Mənfi 10-u da müsbət 10-a böləndə mənfi 1 eləyər. Amma bizə nə lazımdır? Bizə lazımdır ki, müsbət 1 eləsin. Deməli, buna yazırıq ki, xeyr. Qarşılıqlı tərs deyil, yəni. B bəndinə baxaq. Mənfi 1,5-də 2 vurulsun mənfi 7-də 5. Çevirək bunu düzgün olmayan kəsrə. Mənfi 5-də 7 eləyəcək, vurulsun mənfi 7-də 5. Daha sonra sürəti sürətə vurub sürətdə yazaq. 7-ni kəsrin sürətinin qarşısındakı ədədə, mənfini daha doğrusu 7-nin qarşısına yaza bilərik. Mənfi 7 vurulsun. Burada da ki, mənfini 5-in qarşısına yazırıq. Yəni sürətdəki ədədin qarşısına yazmaq mümkündür. 5 vurulsun 7-də məxrəcdə qalır. Mənfi 7-ni mənfi 5-ə vuranda 35, 5-i 7-yə vuranda 35, 35-i 35-ə böləndə 1 elədi. Deməli, bəli. Bunlar qarşılıqlı tərsdirlər.
C bəndinə baxaq. Mənfi 2/3 vurulsun mənfi 7/2. Bunu çevirə düzgün olmayan kəsrə 3 2 6 üstünə 1 gələndə 7 vurulsun mənfi 7/2. Bərabərdir. Sürətə vurub sürətdə yazaq. Mənfi 7 vurulsun mənfi 2. Məxrəz də məxrəcə vurub məxrəzdə yazaq. Mənfi 7-ni mənfi 2-yə vuranda müsbət 14 eləyər. 3-ü də 7-yə vuranda 21. 14 ilə də 21 ixtisar gedir 7-yə. Burada 2, burada 3. Baxın 1 alınmadı. Deməli burada xeyir. Yəni qarşılıqlı tərs deyirlər. C bəndinə baxaq. C-ni yazdıq, D-yə baxaq. Mənfi 3 və 3/1. Mənfi 3 vuraq 3/1-ə. Mənfi 3-ün məxrəci olmadığına görə sürətə vurulmalıdır. 1-ə, burada da 3. Mənfi 3-ü 1-ə vuranda mənfi 3 eləyir. Mənfi 3-ü də müsbət 3-ə böləndə mənfi 1. Bu da xeyir. Bizə lazımdır ki 1 alınsın. Sonuncu E bəndinə baxaq. Mənfi 1/8 vurulsun mənfi 9/5. Bunu düzgün olmayan kəsr şəklində yazsaq, əvvəl adi kəsr şəklində yazsaq, mənfi 1/8 vurulsun. Bu mənfini də, 9-un qarşısındakı mənfini də sürətin qarşısındakı ədədə yazaq. Sürətdəki ədədin qarşısına yazaq. Da müsbət olsun. Bu eləyəcək mənfi 10-da 1-in 10-a vurub üstünə 8 gəlsə 18 vurulsun 9-da mənfi 5. Mənfi 18 vurulsun mənfi 5. Sürətə vurub sürətdə məxrəcə vurub məxrəcdə yazdıq. 18-i mənfi 18-i mənfi 5-ə vuranda 90 eləyər. 10-u 9-a vuranda 90 eləyər. 90-ı 90-a böləndə də 1 elədi. Deməli bu da bəli. Hansı ədədlər, hansı variantlar qarşılıqlı tərs oldu? B bəndi oldu, 1 alındı, qarşılıqlı tərs oldu və E bəndi oldu. Qalan bəndlər A, C, D bəndləri qarşılıqlı tərs deyirlər. 5-ci tapşırığımız bitdi. Keçək 6-ya. Vurmanın xassələrindən istifadə etməklə ifadələrin qiymətini əlverişli üsulla tapın. Vurmanın da yerdəşmə və yaxud da qruplaşdırma xassəsini tətbiq eləyəcək. Nömrə qoymayıblar, özümüz nömrə yazaq. Mənfi 4/1 vur 7/8 vurulsun mənfi 4. Baxın, mənfi 4/1 ilə mənfi 4-ü gəlin qruplaşdıraq. Mənfi 4/1 vurulsun mənfi 4, 7/8 qalsın kənarda. Mənfi 4/1 ilə mənfi 4-ü. Mənfi 4-ü məxrəci olmadığına görə sürətə vurulmalıdır. Sürətdəki ədədimiz mənfi 1-dir, vur mənfi 4, bölünsün 4, vur 7/8. Mənfi 1-i mənfi 4-ə vuranda 4 eləyər. 4 bölü 4 vur 7/8. 4-ü 4-ə böləndə 1 eləyir. 1-i də 7/8-ə vuranda elə 7/8 alınacaq. İkincisinə baxaq. Mənfi 0/2 vur 3/4 vurulsun mənfi 5. Burada mənfi 0/2 ilə mənfi 5-i qruplaşdıraq. Mənfi 0/2-ni vuraq mənfi 5-ə. Vurulsun 3/4. Mənfi 0/2-ni mənfi 5-ə vuranda müsbət 1 eləyər. 1-i də 3/4-ə vuranda elə 3/4-ə bərabər olacaq. Sonra üçüncüsü. 6/4 vurulsun mənfi 3/7. Üzərinə gəlinsin mənfi 3/7 vurulsun 3/6. Baxın, hər ikisində mənfi 3/7 var. Yəni biz burada vurmanın paylama xassəsini tətbiq etməliyik. Mənfi 3/7-ni çıxardıram mötərizə xaricinə. İçəridə nə qalacaq? 6/4 üstə gəl 3/6. 6/4 ilə də 3/6-nı toplayanda 10 eləyəcək. Mənfi 3/7-ni 10-a vuranda isə eləyəcək mənfi 37. Yəni vergül sıfırların sayı qədər sağa sürüşəcək. 4-də mənfi 1/6-1 vurulsun mənfi 9/5 vurulsun mənfi 7/6. Burada gəlin əvvəl bunu çevirək düzgün olmayan kəsrə. Mənfi 6 bölü 6 üstünə 1 gəndə 7 eləyir. Vurulsun mənfi 9/5 vurulsun mənfi 7/6. Baxın, mənfi 6/7 ilə mənfi 7/6-nı bir qruplaşdıraq. Çünki onlar görürəm ki, tərs ədədlərdir. Qarşılıqlı tərsdirlər. Vurulsun mənfi 7/6. Bunları bir qruplaşdıraq. Mənfi 9/5 də qalsın kənarda. Bərabərdir. İndi burada mənfi 7-ni mənfi 6-ya vuraq. Sürətdə yazaq. Əslində daha sadə formada yaza bilərik. Amma hələ ki qayda ilə yazıram ki, tam başa düşəsiz. Əliniz öyrəşdikdən sonra daha sadə formada yazacaqsınız. Mənfi 7-ni mənfi 6-ya vuranda 42 eləyər. 6-nı da 7-yə vuranda 42 vurulsun. Mənfi 9/5.
42-ni 42-yə böləndə bizə verəcək 1 vurulsun mənfi 9'da 5. Biri də mənfi 9'da 5'ə vuranda elə mənfi 9'da 5 eləyəcək. 4-cü bitdi. 6-cı tapşırığın keçək. 5-cisinə buradan davam edirik. 6-cı tapşırığın 5-cisi ilə. Mənfi 13'də 11 vurulsun 9'da 5 üzərinə gəlsin. Mənfi 13'də 2 vurulsun 9'da 5. Baxın 9'da 5 burada da var, burada da var. 9'da 5 ortaq vuruqdur. Bunu biz çıxardırıq mötərizənin xaricinə. Bərabərdir yazırıq 9'da 5 vurulsun. İçəridə nə qalacaq? Mənfi 13'də 11 üzərinə gəlsin. Mənfi 13'də 2. 2 mənfini toplayanda da toplayıb qarşısına ilə mənfi yazmaq lazımdır. Bu eləyəcək mənfi 13'də 13. Mənfi 13'də 13'də bizə nə verəcək? 13'ü 13'ə böləndə 1 verir. Qarşıdakı mənfiyə görə mənfi 1 yazırıq. Mənfi 1'i də 9'da 5'ə vuranda eləyəcək mənfi 9'da 5. Keçək 6-cısına. 0,4 vurulsun mənfi 4,1 vurulsun mənfi 25. Burada 0,4 ilə mənfi 25'i gəlin qruplaşdıraq ki, çünki onları bir-birinə vuranda mənfi 1 eləyəcək. Vurulsun mənfi 4,1 bərabərdir. 0,4'ü mənfi 25'e vuranda mənfi 1 eləyir. Mənfi 1 vurulsun mənfi 4,1. Mənfini mənfiyə vuranda müsbət eləyir. Cavabımız eləyəcək müsbət 4,1. 7-cisi mənfi 1,25 vurulsun mənfi 3,7 vurulsun mənfi 0,8. Gəlin burada mənfi 1,25 ilə mənfi 0,8'i qruplaşdıraq ki, bunların hasili bizə 1 verəcək. Vur mənfi 3,7. Mənfini mənfiyə vuranda müsbət elədiyinə görə müsbət 1 yazıram. Vur mənfi 3,7. Müsbət 1'i də mənfi 3,7'yə vuranda eləyəcək mənfi 3,7. 8-ci bəndə davam edirəm və sonuncu bəndimizdir. 4'də 1 vurulsun mənfi 1,2'də 1 çıxılsın. Mənfi 1,2'də 1 vurulsun 8,4'də 1. Burada ortaq vuruğun mötərizə xaricinə çıxartmaq lazımdır. Ortaq vuruq hər ikisində mənfi 1,2'də 1'dir. Deməli, mənfi 1,2'də 1'i çıxardıram mötərizə xaricinə. İçəridə qalır 4'də 1. Ortada çıxma olduğuna görə çıxılsın. 8,4'də 1 yazıram. Bu da vurma. Mənfi 1,2'də 1. 4'də 1'dən çıxanda 8,4'də 1'i 8,4'də 1 modulca böyük ədəddə 8,4'də 1'dən 4'də 1'i çıxıram. Eləyəcək mənfi 8 və qarşıya niyə mənfi atdım? Çünki modulca böyük olan ədəd mənfidir. İndi bunu çevirə düzgün olmayan kəsrə eləyəcək 2'də 1, 2'də 3 vurulsun 8. Niyə müsbət yazdım? Çünki mənfi ədədi mənfiyə vuranda müsbət eləyir. O zaman mənfiləri atdıq. 3'ü 8'ə vururuq sürətdə yazıram. Çünki 8'in məxrəci yoxdur. Eləyəcək 24 bölünsün 2. 24'ü 2'yə böləndə cavabımız eləyəcək 12. 6-cı tapşırığı bitirdik. Keçək 7-ci tapşırığa. 7-də sadələşdirin və dəyişənin verilmiş qiymətində ifadənin qiymətini tapın. A bəndidir. Mənfi 1,4 A vurulsun 1,5 bərabərdir. Burada mənfi yazıram. Çünki müsbət ədəddir 1,5. Bu isə mənfi 1,4 mənfi ədəddir. Və 1,4'ü gəlin vuraq 1,5'ə. 4 5'im 22 ya da 0. 5 birim 5 o da 2 7. 4 birim 4 1 birim 1 0. 11 1 yadda bu da 2. Vergi olacaq burada. Yəni mənfi 2,1 A. Bunu sadələşdirdik. Bizdən deyir ki A'nın 7'də 2 qiymətində 7'də 2 qiymətində hesablayın. Bunu da o zaman bərabər yazıram. Mənfi 2,1 vurulsun 7'də 2 bərabərdir. Mənfi 2,1 mənfi 2,1 kimi adi kəsirlə yazıram. Vur 7'də 2. Çevirə düzgün olmayan kəsirəm. 2'ni 10'a vurub üstünə 1 gəlsəm 21 vurulsun 7'də 2. Daha sonra sürət sürətə vurulub sürətdə yazılır. Mənfi 21 vur 2. Məxrəc də məxrəcə vurulub məxrəcdə yazılır. Cavabımız eləyəcək sürətdə mənfi 42, məxrəcdə 70. Sonra mənfini kəsirin qarşısına yazıram və bunları ixtisar aparıram. 42 və 70'i nəyə ixtisar aparaq görək? 7'nin elə özünə ixtisar aparsaq burada 10 qalar, burada 6 qalar. Mənfi 10'da 6 və bu da mənfi 0,6 eləyəcək cavabımız. Yəni asan formada onluq kəsirlə də yazdıq.
Keçək B bəndinə. Mənfi 8-də 3 x vurulsun. Mənfi 3-də 4. Əvvəl gəlin sadələşdirək. Ona əvvəlcədən qeyd edim ki, mənfi ədədi mənfiyə vuranda müsbət edir. O zaman mənfiləri itirib birbaşa müsbətin yazıram. Sonra bu x sürətə aiddir, yəni 3x aiddir. 3x vurulsun 4 sürətdə yazıram. 8 vurulsun 3-ü də məxrəcdə yazıram. 3x-i 4-ə vuranda eləyər 12x, 8-i də 3-ə vuranda 24. 12 və 24 12-nin özünə ixtisar gedir. Burada qalır 1, burada qalır 2. 1x-ə vuranda x eləyir. Bu da bölünsün 2. Cavabımız elədi x bölü 2. İndi x-in qiyməti bizə burada mənfi 1,6 verib. Gətirək qoyaq yerinə. Mənfi 1,6 bölü 2. Mənfi 1,6-nı 2-nə böləndə cavabımız eləyəcək mənfi 0,8. Keçək C bəndinə. Mənfi 12-də 5b vurulsun 1,2c. Mənfi 12-də 5 vurulsun 1,2-ni gətirək bundan yanaşı. 1,2 düzgün olmayan kəsindən 10-da 12-yə bərabərdir. Vurulsun b, vurulsun c. Bunları yanaşı gətirdik. Sonra, baxın, burada 12 ilə 12 ixtisar gedir. Əslində, elə də yaza bilərik, amma neysə, yenə yolu ilə gedək. Mənfi 5 vurulsun 12, sürətdə 12 vurulsun 10 məxrəcdə, yanına da B, C. Mənfi 5-i mənfi 12-yə vuranda mənfi 60 eləyər, 12-nin 10-a vuranda 120. B, C. 60 və 120 də kəsirin qarşısına mənfi ataq, 60-ı ixtisar gedər. 60-ı ixtisar getsə, burada 1 qalar, burada da 2 qalar. B, C. İndi B-nin qiyməti 1,4-dür. Bərabər yazırıq. Mənfi 2-də 1 vurulsun. B-nin qiyməti 1,4-dür. C-nin də qiyməti mənfi 7-də 3-dür. Vurulsun mənfi 7-də 3. 7-də 3. Bərabərdir. İndi diqqət edirik. 2 mənfi ədədimiz var. Mənfini mənfiyə vuranda müsbət etdiyinə görə bu mənfiləri atacağım. 2-də 1 vurulsun. Bunu çevirirəm düzgün olmayan kəsrə. 1,4 10-da 14 deməkdir. Vurulsun 7-də 3. Bax, mənfiləri attım. Çünki 2 dənə mənfi bizə müsbət verir. Sürətdəki ədədləri vurub sürətə yazıram. 1 vur 14 vur 3. Məxrəcdəkiləri də vurub məxrəcə yazıram. 14-ü 1-ə və 3-ə vuranda eləyəcək 42. 2-ni 7-yə vuranda 14, da 10-a vuranda 140. Bunların ikisini də 42 və 140. Əbəbları 14 olduğuna görə 14-ə ixtisar aparaq. 14-ə aparsaq burada 3 qalacaq, burada da 10 qalacaq. 10-da 3-ü də 0,13 kimi yazmaq olar. 7-ci tapşırığımız bitdi. Keçək 8-ci tapşırığa. 8-də vuruqlar sıfırdan fərqli olduqda fikirlərin doğru və ya yanlış olduğunu əsaslandırın. A bəndində. Mənfi vuruqların sayı tək sayda olarsa hasil mənfidir. Bu doğrudur. Bu qaydadır. Əslində biz bu qaydanı çoxdan öyrənmişik. Bu doğrudur. Məsələn, gəlin yazaq. Mənfi 2 vurulsun mənfi 5 vurulsun mənfi 8. Baxın, tək saydadır mənfi vuruqların sayı. 1, 2, 3. Mənfi 2-ni mənfi 5-ə vuranda, yəni mənfi ədədə vuranda müsbət 10 eləyəcək. Vurulsun mənfi 8. Müsbət ədədi mənfi ədədə vuranda isə mənfi 80 eləyəcək. Baxın. Tək sayda vuruq olduğuna görə cavabımız nə alındı? Hasilin cavabı nə alındı? Mənfi alındı. B bəndinə baxaq. Mənfi vuruqların sayı cüt olarsa hasil müsbətdir. Bu da doğrudur. Bu da qaydadır əslində. Doğrudur. Məsələn, mənfi 7 vurulsun mənfi 1 vurulsun mənfi 2 vurulsun mənfi 5. Baxın, burada cüt sayda mənfi var. 1, 2, 3, 4. Cüt sayda mənfi var. Gəlin də hesablayaq. Mənfi 7-ni mənfi əslində cüt sayda olduğuna görə artıq biz bilməliyik ki, bunun cavabı bizə müsbət verəcək. İndi yoxlamasını da deyək. Mənfi 7-ni mənfi 1-ə vuranda, mənfini mənfiyə vuranda müsbət verir. Vurulsun mənfi 2, vurulsun mənfi 5. Müsbət 7-ni mənfi 2-yə vuranda isə mənfi 14 eləyər. Yəni müsbəti mənfiyə vuranda mənfi ədəd eləyir. Vurulsun mənfi 5. Daha sonra bu ikisi mənfi oldu. Mənfi ədədə vuranda bizə müsbət ədəd verəcək. Yəni eləyəcək müsbət 70. Görürsünüzmü? Hasilin müsbət olmasını da sübut etdik. Keçək digər səhifədə olan tapşırıqlara. Onu da qeyd edim ki, mövzu izahlarını ayrıca olaraq izah edirəm və kanalda kurslar bölməsinə yerləşdirirəm. Orada mövzu izahlarını da izləyib öyrənə bilərsiniz. 9-un tapşırığı deyir ki, bölmə əməlini yerinə yetirin. Bölmə əməlini əvvəlcə biz vurma əməli ilə əvəzləməliyik. Sonra isə vurma əməlini necə yerinə yetirdiksə həmin qaydadan istifadə edirik.
Birinci kəsir həmişə olduğu kimi qalır yerində. Bölmənin yerinə vurma yazıram. İkinci kəsirin sürət və məxrəcinin yeri dəyişir. -1 məxrəcə 5-də sürətə yazılır. Sonra sürət sürətə vurulub sürətdə yazırıq. Məxrəci məxrəcə vurub məxrəcdə yazırıq. -3-ü -5-ə vuranda eləyəcək -15. 4-ü də -1-ə vuranda eləyəcək -4. Daha sonra mənfi ədədi mənfi ədədə böləndə müsbət verdiyinə görə müsbət 15/4 yazırıq. Və bu da qarışıq ədəd formasında yazsaq, cavab bizə verəcək 3/4-3. B bəndinə baxaq. 3-də -2 bölünsün 6-da -5. 3-də -2 qalır yerində vurma. Əməli ilə əvəzlədik bölməni. -5-i məxrəcdə, 6-nı sürətdə yazıram. -2 vur 6 sürətdə yazılır. 3 vurulsun -5 məxrəcdə yazılır. -2-ni 6-ya vuranda -12, 3-ü -5-ə vuranda -15. Mənfini mənfiyə böləndə müsbət verir. 12/15. Bu da ixtisar gedir 3-ə. 3-ə gedir 4 dəfə, 3-ə gedir 5 dəfə. Cavab elədi 5-də 4. C bəndi. 8-də 5 bölünsün 3-də -1. Bölməni vurma ilə əvəzləyək. 8-də 5 vurulsun -1-də 3. 5-i 3-ə vurub sürətdə yazıram. 8-də -1-ə vurub məxrəcdə yazıram. 5-i 3-ə vuranda 15, 8-i vuranda -1-ə -8. Bu mənfini kəsrin qarşısına yazmaq mümkündür. Biz demişdik ki, kəsrin sürətinin və yaxud da məxrəcinin qarşısına mənfi olsa, həmin mənfini kəsrin qarşısına yazmaq olur. Daha sonra çevirsək qarışıq ədədə 1/8-də 7 eləyəcək cavabımız. 9-un ABC bəndini yazdıq. Keçək D bəndinə. 11-də -7 bölünsün 5-də 4. 11-də -7 vurulsun 4 məxrəcə 5 sürətə gedir. -7 vur 5-i sürətdə, 11 vurulsun 4-ü məxrəcdə yazıram. Burada heç nə ixtisar götürmədiyinə görə mənfini ilə kəsrin qarşısına yazıb 7 5-im 35. Burada da 11-i 4-ə vuranda 44 yaza bilərik. Mənfi 44-də 35 olacaq. E bəndi. 7-də -6 bölünsün 7-də -3 bölünsün -6. -6-nın tərsi, yəni bunun məxrəcində əslində 1 var uşaqlar. Onu biz əvvəlki dərsdə qeyd etmişik. Amma o 1 yazılmır. 7-də -3 o zaman vurma olacaq. -6 məxrəcə 1 yuxarı gedəcək, sürətə gedəcək. -3 vurulsun 1 sürətdə, 7 vurulsun -6 məxrəcdə yazılacaq. -3-ü -1-ə vuranda -3, 7-ni -6-ya vuranda -42. Mənfini mənfiyə böləndə müsbət ədəd eləyir. O zaman bunların ikisini də 3-ə ixtisar aparsaq, cavabımız eləyəcək 14-də 1. F bəndi. 3-də -2 bölünsün 4-də -5. 3-də -2 vurulsun -5 məxrəcə 4 sürətə gedir. Sürətə vurub sürətdə yazıram. Məxrəcə də məxrəcə vurub məxrəcdə yazıram. -2-ni 4-ə vuranda -8. 3-ü -5-ə vuranda -15. 2 mənfidir. Bir-birinə böləndə müsbət eləyir. O zaman 15-də 8 olacaq və ixtisar getmədiyinə görə elə bu formada da saxladacam. C bəndi. 1/3-də 1 bölünsün -5-də 2. 1/3-də 1-i çevirirəm qarışıq ədəddən düzgün olmayan kəsrə 3-də 4 eləyər. Vurma əməli ilə əvəz elədim bölməni. Və baxın, bu -2 deməli sürətin qarşısındakı ədədə aiddir. Və yaxud da sürətdəki ədədin qarşısına yaza bilərik. O zaman -2 gəlsin məxrəcə, 5 də getsin sürətə. Yerini dəyişdik. 4-ü 5-ə vurub sürətdə, 3-ü -2-yə vurub məxrəcdə yazıram. 4-ü 5-ə vuranda eləyəcək 20, 3-ü də -2-yə vuranda -6. Bax, məxrəzdəki -6-nı kəsrin qarşısına yaza bilirik. Hər ikisini 2-yə ixtisar aparsam 3, burada 10 qalar. Qarışıq ədədə çevirsəm -3-dan 3-də 1 eləyəcək. Keçək, G-dən sonra H bəndi gəlir. Misalı köçürdüm. -5-də 6 bölünsün 4-də 1. Bərabərdir. Bu qalsın yerində. 4-də 1-in tərsi 1-də 4-dür.
Mənfi 6-nı vuraq 4-ə, 5-i də vuraq 1-ə. Mənfi 6-nı 4-ə vuranda mənfi 24, 5-i də 1-ə vuranda 5. Bunu çevirək indi. Mənfini kəsrin qarşısına yazaq və özünü də çevirək qarşı qədədə. 4-dan 5-də 4 eləyəcək. 9-un tapşırığın H bəndinə qədər yazdıq. 4 bəndimiz qalıb. İ bəndi. Mənfi 2,7-də 1 bölünsün mənfi 14-də 9. Çevirək bunu qarşı qədəddən düzgün olmayan kəsrə. 2, 7, 14 üstünə 1 gələndə 15 eləyir. Bu vurma olacaq. Sürət və məxrəcin yeri dəyişəcək. Mənfi 9 məxrəcə, 14 isə sürətə gedəcək. Bərabərdir. Sürəti sürətə vurub sürətdə yazıram. Mənfi 15 vurulsun 14, 7 vurulsun mənfi 9. İndi burada diqqət edirik. Məxrəcdə də bir dənə mənfi var, sürətdə də bir dənə mənfi var. Mənfini mənfiyə böləndə müsbət etdiyinə görə həmin mənfiləri itiririk, yəni müsbət formasına gətiririk. İndi ixtisar aparaq. 7 ilə 14 7-yə gedir 1, 7-yə gedir 2 dəfə. 15 ilə 9 3-ə gedir 3, 3-ə gedir 5 dəfə. 5-i 2-yə vurub sürətdə yazıram, 1-i də 3-ə vurub məxrəcdə yazıram. 3-də 10 eləyir, 3-də 10 da 3-dən 3-də 1 deməkdir. J bəndini yazaq. Mənfi 9-da 8 bölünsün mənfi 2-dən 3-də 2. Mənfi ədədə böləndə müsbət verir. O zaman mənfiləri itirib elə birbaşa müsbət kimi yazaq. Bunda bölmə əməli hələ ki qalsın. Çevirə düzgün olmayan kəsrə. 3, 2, 6 üstünə 2 gələndə 8 bərabərdir. Bu eləyəcək 9-da 8 vurulsun 8-də 3. Sürəti sürətə vurub sürətdə yazaq. Məxrəc də məxrəcə vurub məxrəcdə yazaq. İndi burada 8 ilə 8 ixtisar gedəcək. 1, 1. 9 ilə 3-ü 3-ə ixtisar gedir. 1, burada 3. Sürətdə qaldı 1 vur 1, məxrəcdə də qaldı 3 vur 1. 3-də 1 eləyəcək cavabımız. Heç o birləri yazmasaq da olar. K bəndində. Deməli, 14-də mənfi 9 bölünsün 6. Bu 6-nın məxrəcində demişik ki 1 var, amma o yazılmır. 14-də mənfi 9 vurulsun olacaq, 6 məxrəcə 1 sürətə gedəcək. Mənfi 9-u 1-ə vurub sürətdə yazıram, 14 də vurub 6-ya məxrəcdə yazıram. Bu mənfini kəsrin qarşısına yazıram. 9-u 1-ə vuran 9 eləyir. 14-ü də vuraq 6-ya, amma ixtisar aparıb gəlin yazaq. 9 ilə 6 3-ə ixtisar gedir 2 dəfə. Bu da 3-ə gedir 3 dəfə. Sürətdə 3 yazılacaq. Məxrəcdə 14-ü 2-yə vuranda 28. Cavab elədi mənfi 28-də 3. Sonuncu bəndi də yazaq. El bəndini. Mənfi 6 bölünsün mənfi 3-də 5. Mənfini mənfiyə böləndə müsbət eləyər. Elə birbaşa ikisini də müsbət formada yazıram. Vurulsun 5-də 3. 6-nın məxrəci olmadığına görə sürətə vurulacaq. 3 6 18 bölünsün 5. 5-də 18 də 3-dən 5-də 3 deməkdir. Qarışıq ədəd formasında yazanda. 9-un tapşırığımız bitdi. Keçək 10-cu tapşırığa. Əvvəlcə qismətin işarəsini müəyyən edin, sonra ədədi qiymətini tapın. 10-cu tapşırığın A bəndi. Qismətin işarəsini müəyyən edin. Mənfi 3,6-nı böləndə mənfi 2,4-də, mənfi ədədə böləndə müsbət ədəd edir. Yəni, qismətin işarəsini təyin etdik. İndi gəlin bölməsini yazaq. Deməli, burada mənfini mənfiyə böləndə dedik ki, müsbət eləyir. Elə mənfiləri itirib müsbət yazaq. Hər ikisini 10-a vursam 36 böl 24 eləyər. Bunu gəlin belə yazaq, kəsir formasında. 36 sürətdə 24 məxrəcdə. Hər ikisini 12-yə ixtisar aparsaq, burada 3, burada 2 qalar. 3-ü də 2-yə böləndə cavab elədi 1,5. Görsünüz, müsbət 1,5 alındı və təxminimiz, yəni hansı işarənin olması doğru çıxdı. Keçək B bəndinə. Mənfi 0,34 bölünsün mənfi 1,7. Mənfini mənfiyə böləndə yenə müsbət eləməlidir. Mənfiləri atıb elə müsbətiyə formada yazaq. 1,7-ni bölən, deməli, natural ədəd olmalıdır. Natural ədəd olması üçün də 10-a vurmaq lazımdır. Deməli, 0,34 də 10-a vuranda 3,4 eləyəcək, bölünsün 17. 3,4-ü də 17-yə böləndə cavabımız eləyəcək
3-ün içərisində 17 yerləşir, amma 34-ün içərisində yerləşir 2 dəfə. 0,2. C bəndi. C bəndində mənfi 1,8 bölünsün 1,2-dir. Mənfi ədədi müsbətə böləndə müsbət eləyir. Yəni kiçik sıfırdır burada hasilimizin işarəsi. İndi gəlin bölək. Hər ikisini burada 10-a vursaq, bu eləyər mənfi 18 bölünsün 12. Kəsr formasında yazaq. 18 sürətdə 12 məxrəcdə mənfini kəsrin qarşısına yazdım. Hər ikisini 6-ya ixtisar aparsam, burada 2 qalar, burada 3 qalar. 3-ü də 2-yə böləndə cavabımız eləyəcək mənfi 1,5. Baxın, cavab da burada işarəndə kiçik sıfır yazmışdıq. D bəndi 0,54 bölünsün mənfi 0,9. Yenə mənfini müsbətə böləndə kiçik sıfır alınacaq. Yəni mənfi bir ədəd verəcək bizə. Bölən burada 0,9 olduğuna görə hər ikisini gəlin 10-a vuraq. 5,4 bölünsün mənfi 9. 5-in içərisində 9 yerləşmir. Qarşıya mənfi atacağım, çünki müsbəti mənfiyə böləndə mənfi alınır. Burada da kiçik sıfır yazmışdıq ona görə. 5-in içərisində yerləşmir 0,54-ün içərisində 9 isə 6 dəfə yerləşir. Cavab olur mənfi 0,6. Keçək E bəndinə. E-də mənfi 1,9-2 bölünsün mənfi 3,3-2-dir. Mənfini mənfiyə böləndə müsbət ədəd eləyər. Yəni bunun işarəsi böyük sıfır olacaq. İndi yazaq. Mənfi 1,9-2 bölünsün mənfi 3,3-2. Mənfiləri atıb yaza bilərik. Çünki cavabımız artıq bizə müsbət verəcək. İkisini çevirək düzgün olmayan kəsrə. 9,9 üstünə 2 gələndə 11 bölünsün. 3,9 üstünə 2 gələndə 11. Bölməni vurma ilə əvəzləyək. 11 məxrəcə 3 sürətə gedir. Daha sonra burada 11 vur 33 sürətdə 9 vur 11 məxrəcdə yazılır. 11 ilə 11 ixtisar gedər. Birləri yazmırıq. 3 ilə 9 ixtisar gedər 3-ə. Yuxarıda 1 qalır. Aşağıda da 3. Cavabımız eləyəcək. Bərabər buradan yazıram. 3-də 1. Mənfi oxşayır. Cavab elədi 3-də 1. 10-cu tapşırığın E bəndinə qədər yazdıq. Keçək digər bəndlərinə. Onun F bəndi. 1,4-də 1 bölünsün mənfi 2,2-də 1. Müsbəti mənfiyə böləndə mənfi ədəd eləyər. Yəni bunun həlli mənfi ədədli işarəsi də kiçik sıfır olacaq. İndi gəlin bölək. 1,4-də 1 böl mənfi 2,2-də 1. Çevirək ikisində düzgün olmayan kəsrə. Bu eləyəcək 4-də 5 bölünsün. Bu da eləyəcək mənfi 2-də 5. Bölmə əməlini vurma ilə əvəzləyək. 4-də 5 vurulsun olacaq. Mənfi 5 məxrəcə 2-də sürətə yazılacaq. İndi 5-i 2-yə vuraq. Sürəti sürətə vuraq, sürətdə yazaq. Məxrəcdə məxrəcə vuraq, məxrəcdə yazaq. 2 5-im 10, 4-ü 5-ə vuranda mənfi 20. Mənfini atırıq kəsrin qarşısına. Cavabımız eləyir 20-də 10. Hər ikisini 10-a ixtisar aparsaq, sürətdə 1, məxrəcdə 2. Həmçinin bərabərdir. Mənfi 0,5 də yaza bilərik. C bəndi. Mənfi 0,9 bölünsün 1,5. Mənfini müsbətə böləndə bizə kiçik sıfır verəcək. Mənfi ədəd verəcək. İndi gəlin yazaq. Hər ikisini 10-a vursaq, bu eləyər mənfi 9, bu da eləyər 15. Gəlin kəsr formasında yazaq. Sürətdə 9, məxrəcdə 15. Hər ikisini 3-ə ixtisar aparsaq, burada 3 qalar, burada isə 5 qalar. Həmçinin 3-ü də 5-ə bölmək olur. Mənfi 0,6 verəcək cavabımız. H bəndində mənfi 1,3-də 2 bölünsün 6-da 1. Yenə mənfini müsbətə böləndə kiçik sıfır, yəni qismətin işarəsi mənfidir. Çevirək bunu düzgün olmayan kəsrə, birinci kəsrə. Eləyəcək 3-də, mənfi 3-də 5. Bunu da yerini dəyişirəm. 1 aşağı məxrəcə, 6 isə sürətə yazılır. Sürəti sürətə vurub, sürətdə yazıram. Məxrəci məxrəcə vurub, məxrəcdə yazıram. Bu eləyəcək mənfi 15 sürətdə, 3-də məxrəcdə. Daha doğrusu 30. 15 niyə yazdım? 30. Bərabərdir. Mənfi 30-u da 3-ə böləndə eləyir 10. Cavabımız mənfi 10 oldu. İ bəndinə baxaq. Mənfi 1,5 bölünsün 1,8-də 7. Mənfini müsbətə böləndə mənfi eləyəcək. Yəni qismətin işarəsi mənfidir. Mənfi 1,5 böl 1,8-də 7. Çevirək bunu düzgün olmayan kəsr şəklində yazaq. Mənfi 10-da 15. Bölünsün, bunu da düzgün olmayan kəsr şəklində yazaq.
8-də 15. Daha sonra vurma əməlini, bölmə əməlini dəyişək vurma əməli ilə 15 məxrəcə yazılır 8-də sürətə. Sürətə vurub sürətdə yazaq. Mənfi 15 vur 8, 10 vurulsun 15. Bu mənfini elə kəsrin qarşısına yazaq və ixtisar aparaq. 15 ilə 15 ixtisar gedir. Qalır mənfi 8 böl 10. Mənfi 8 böl 10'u da onluq kəsirlə mənfi 0,8 kimi yaza bilərik. Keçək sonuncu bəndə. İ'dən sonra J bəndi gəlir. J bəndində yazaq. J'də 1,8 bölünsün mənfi 1,2'də 1'də. Burada deməli müsbətli mənfidir. Müsbəti mənfiyə bölündə kiçik 0 eləyəcək. Yəni mənfi 1 ədəd verəcək bizə. Hesablamasını yazaq indi. Düzgün olmayan kəsrə çevirək. Eləyəcək 10'da 18 bölünsün. Bunu da düzgün olmayan kəsrə çevirək. Eləyəcək mənfi 2'də 3. Sonra vurma əməlindən əvəzləyək. Mənfi 3 gələcək məxrəcə, 2 gedəcək sürətə. 18'i 2'yə vurub sürətdə yazıram. Onu da mənfi 3'ə vurub məxrəcdə yazıram. Sürətdə eləyəcək 36, məxrəcdə eləyəcək mənfi 30. Bu mənfini kəsrin qarşısına yazaq. Hər ikisini 3'ə ixtisar aparsaq. Burada 10, burada 12 eləyər. Mənfi deməli 12'ni də 10'a böləndə mənfi 1,2 verəcək bizə. Bu da oldu 10-cu tapşırığımızın sonuncu bəndinin həlli. Keçək indi 11-ci tapşırığa. Bərabərliyin doğru olması üçün boş xanaya uyğun ədədi tapın. Bunu gəlin belə tənlik formasında yazaq A bəndində. Mənfi 0,9 vurulsun boş xana bərabər 0,9. Boş xana burada nəyi bildirir? Vuruğu bildirir. Vuruğu tapmaq üçün da biz hasili digər vuruğa bölməliyik. Əks ədədlərdirlər bunlar. Əks ədədləri bir-birinə böləndə cavabımız eləyəcək mənfi 1. B bəndinə baxaq. Boş xana vurulsun mənfi 1,2'də 1 bərabər 1'ə. Burada da boş xana yenə vuruqdur. Vuruğu tapmaq üçün biz hasili digər vuruğa bölməliyik. Boş xana bərabərdir 1 bölünsün. Mənfi 1,2'də 1'in çevirək düzgün olmayan kəsrə eləyəcək mənfi 2'də 3. Boş xana bərabərdir 1 vurulsun olacaq. Yerləri dəyişəcək. 2 məxrəci 3 sürətə gedəcək. Biri də vuranda hansısa bir ədəd ədədin elə özü alınacaq. Mənfi 2'də 3. Bunu onluq kəsirlə də hətta göstərə bilərik. Mənfi 1,5 kimi. Burada mən yerini dəyişməmişim. Buna üzrlü sayı mən bunu düzəldim. Bunları təmizlədim. Deməli, yerin dəyişəndə 3 məxrəcə gedir, 2 sürətə gedir. Biri də vuranda mənfi 3'də 2 ilə mənfi 3'də 2 eləyəcək. Danışanda nəzərdə tuturam ki, yerini dəyişim, amma görsən, bəzən yerini dəyişməyi unuduram. Cavabımız elədi boş xananın yerinə mənfi 3'də 2. Keçək C bəndinə. C bəndində görə nə var? Mənfi 1,4'ü vurublar boş xanaya bərabərdir 0'dır. Bunu heç həll etməyə ehtiyac yoxdur. Hansı ədədi 0'a vuranda 0 alınır? Elə 0'ı. Daha doğrusu ədədi hansı ədədə vuranda 0 alınır? Elə 0'ı 0 ədədə vuranda bizə 0 verəcək. D bəndində boş xana bölünsün mənfi 2'də 1 bərabər 0'a. Hansı ədədi ixtiyari bir ədədə böldükdə 0 alınır? Bu da 0'dır. 0'ı böləndə mənfi 2'də 1'ə cavab bizə 0 verəcək. 11-ci tapşırığımız da bitdi. Keçək 12-ci tapşırığa. Tənliyi həll edin. A bəndində. X böl 1,2 bərabər 0,4. 1,2 x burada bizim məchul bölünənimizdir. Bölünəni taparkən bölən və qismət bir-birinə vurulmalıdır. 1,2'ni də vuranda 0,4'ə cavabımız eləyəcək 0,48. B bəndində. 2,4 vurulsun x üstə gəl 5 bərabər 0'a. Buradan x üstə gəl 5 vuruqdur. Vuruğu taparkən hasili digər vuruğa bölmək lazımdır. 0'ı böləndə 2,4 ilə 0 eləyir. X-i taparkən də 5'i keçirdirək. Sağ tərəfə eləyəcək mənfi 5. Və yaxud da 0'dan çıxıran 5 eləyir mənfi 5. C bəndində 2,4 x bərabər mənfi 3,6'ya. X burada vuruqdur. Vuruğu taparkən hasil digər vuruğa bölünməlidir. Yəni məchul vuruqdur. Hər ikisini 10'a vursaq mənfi
36 bölünsün 24 eləyər. Bunu da gəlin belə kəsir şəklində yazaq. 36 sürətdə 24 məxrəzdə. İxtisar aparsaq hər ikisini 12-yə ixtisar aparsaq burada 3 burada 2 qalar. Mənfi 3 də 2-yə böləndə cavab eləyəcək mənfi 1,5. Sonra D bəndinə yazaq. Mənfi 7-də 2 vurulsun x bərabər 6. X yenə burada məhsul vurubdur. Məhsul vurulu taparkən hasil digər vurğa bölünməlidir. İndi bölmə əməlində vurma ilə əvəzləyərkən yerini dəyişirəm. Mənfi 2 aşağı, 7-də yuxarı gedəcək. 2 məxrəcdə 7-də sürətdə yazılacaq. Burada da mənfi yazıram kəsirin qarşısına. 6-nı 7-yə vururam, 42 bölünsün 2. X də eləyəcək mənfi 42-ni 2-yə böləndə mənfi 21. D bəndinin həlli. Keçək E bəndinə. 12-ci tapşırığın E'si. 2-də 1 bölünsün x bərabərdir mənfi 6-da 5. X burada böləndir. Böləni taparkən bölünən qismətə bölünməlidir. 2-də 1 bölünsün mənfi 6-da 5. X bərabərdir. 2-də 1 vurulsun olacaq. Yerlər dəyişəcək. 5 aşağı, 6 yuxarıda yazılacaq. Daha sonra sürətə vurub sürətdə yazıram. 1 vur mənfi 6. Məxrəzdə məxrəcə vurub məxrəzdə yazıram. Cavabımız eləyir sürətdə mənfi 6, məxrəcdə 10. Bu da bizə nə verəcək onluq kəsirlər? Mənfi 0,6. Sonra F bəndi. Mənfi 3 vurulsun 2x üstə gəl 3 bərabər 0. 2x üstə gəlsin 3 burada məhsul vurğu bildirir. Bunu tapmaq üçün hasili digər vurğa bölməliyəm. Yəni 0-ı mənfi 3-ə bölməliyəm. 0-ı da istənilən bir ədədə böləndə bizə 0 verir. 3-ü keçirdirəm sağ tərəfə mənfi 3. X-i taparkən bəs nə edirəm? X yenə də burada məhsul vurubdur. Mənfi 3-ü bölürəm 2-yə. Mənfi 3-ü də 2-yə böləndə cavab bizə verəcək mənfi 1,5. Keçək G bəndinə. G-də mənfi 5-də 4 vurulsun 2 çıxılsın x bərabərdir mənfi 2,5-də 2. 2 çıxılsın x buradan məhsul vurğudur. Məhsul vurğu tapmaq üçün hasili mənfi 2,5-də 2 bölmək lazımdır digər vurğa. İndi bir şeyə diqqət edirik. Mənfini mənfiyə bölmək lazımdır daha doğrusu. Mənfini mənfiyə böləndə bizə verəcək müsbət. O zaman bu ifadəni elə mənfiləri itirilmiş formada, müsbət formada yazacaq. Çevirək düzgün olmayan kəsirəm. 2, 5-im 10 üstünə 2 gəndə 12. Vurulsun olacaq 4-də 5. 2 çıxılsın x bərabərdir. 12 vurulsun 5 sürətə, 5 vurulsun 4-də məxrəcə. Burada 5 ilə 5 ixtisar gedər. 12 ilə 4-ə böləndə eləyər 3. İndi x burada, mənfi x qalsın solda, 3 də qalsın sağda. 2-ni keçirdirəm sağa, mənfi 2 olacaq. 3-dən çıxaram 2-ni 1. X-də taparkən 1-i bölərəm mənfi 1-i. Cavabımız eləyəcək mənfi 1. X-in qiyməti. Keçək H bəndinə. 12-nin sonuncu bəndidir. Mənfi 1,3-də 2 çıxılsın 3x bərabərdir mənfi 15-də 2-yə. Burada mənfi 3x qalsın yerində, mənfi 15-də 2 də qalsın yerində. Bunların yeri doğru formada yazılıb, amma bunun yeri sol deyil, sağ tərəfdə. Müsbət olacaq sağa keçəndə 1,3-də 2. İndi mənfi 3x bərabərdir. Orta məxrəc tapıram bunlara. Orta məxrəc 15-dir. Sürət və məxrəcini 5-ə vururum ki, bu kəsirin məxrəci 15 olsun. Cavabımız eləyəcək 15-də 10. Modulca böyük olan budur. Bundan deməli bunu çıxmaq lazımdır. 1,15-də 10-dan çıxıram 15-də 2-ni eləyəcək 1,15-də 8. 1,15-də 8. Mənfi 3x bərabərdir. 1,15-də 8-i çevirirəm. Deməli, düzgün olmayan kəsirəm. 1,15-ə vurub üstünə 8 gəlirəm, eləyir 23. X burada məhsul vurğudur. Məhsul vurğu tapmaq üçün hasili digər vurğa bölmək lazımdır. Mənfi 3-ə bölmək lazımdır. Mənfi 3-ə bölərkən də mənfi 3-ün aşağısında 1 vardı əslində. Bu yazılmayıb. Yerlərini dəyişirəm. Vurulsun olur. Mənfi 3 aşağı gedir. 1 də yuxarı gedir sürətə. X bərabərdir. 23-ü 1-ə vuranda 23, 15-i mənfi 3-ə vuranda mənfi 45. Daha sonra biz nə edirik? Bu mənfini kəsirin qarşısına yazıram. Eləyir cavabımız mənfi 45-də 23.
Bunun həlli biraz uzun formada getdi. Çünki H bəndi digər lüğət bəndlərdən biraz mürəkkəb idi. Mürəkkəb deməkdir, yəni həll olunmasında uzun proseslər oldu. Keçək 13-cü tapşırığımıza. Dəniz səviyyəsindən hər 100 metr qalxdıqca havanın temperaturu 0,65 dərəcə azalır. Dəniz səviyyəsində havanın temperaturu 14 dərəcə olarsa, 2000 metr hündürlükdə havanın temperaturu nə qədər olar? Deməli, biz burada birinci suala cavab vermək üçün nə edirik? Hər 100 metr qalxdıqca deyir və burada da 2000 metr hündürlük var. 2000-i bölərik 100-ə ki, görə 2000-in içərisində neçə dəfə 100 metr yerləşir? 20. 20 eləyər və hər 100 metrdə də 0,65 dərəcə azalır. Deməli, bu 20 dəfə azalıb da 0,65-i də vuraram 20-yə. 0,65-i 20-yə vuranda cavabımız eləyəcək 13 dərəcə. Dəniz səviyyəsində bəs havanın temperaturu nə qədər idi? 14 idi. Deməli, mən 14-dən çıxaram. Azalıb deyir axı 13 dərəcəni. Cavabımız eləyəcək 1 dərəcə Selsi. Keçək indi ikinci suala. İkinci sualda görə nə deyir? 2000 metr hündürlükdə olan təyyarə daha neçə metr yuxarı qalxsa, həmin hündürlükdə havanın temperaturu -18,5 dərəcə olar. Əslində biz 2000 metr hündürlükdə bunun tapmışıq. Dərəcəsi nə qədərdir? 1 dərəcədir. Və 18,5 deyirsə, 1-dən çıxarıq, həmin o 1 dərəcədən çıxarıq, -18,5 dərəcəni. Görək neçə dərəcə olur 2000 metr hündürlükdə. Yəni, neçə metr yuxarı qalxsa, -18,5 metr olar. Bunda 2 mənfi bizə 1 müsbət verir. Cavabımız eləyəcək 19,5 dərəcə. Və bizə məsələnin şərtində verilmişdi ki, hər 100 metr qalxdıqca havanın temperaturu 0,65 dərəcə azalır. İndi biz nə edirik? 19,5-i bölürük 0,65-ə ki, görək neçə dəfə azalıb temperatur. Hər ikisini 100-ə vursaq, 195 bölünsün 65 eləyər. 195-i də 65-ə böləndə eləyəcək 3. Daha doğrusu 100-ə vuranda burada bir dənə 0 yazmalıyım. Eləyəcək 30. 30. 100 metr qalxdıqca dəyişirsə, 30-u da vuraram 100 metrə ki, nə qədər hündürlükdə olmasını tapım. Cavabımız eləyəcək 3000 metr. Neçə metr yuxarı qalxsa, 3000 metr yuxarı qalxsa. 13-cü tapşırığımızın da həlli bu formada oldu. Keçək 14-cü tapşırığa. Cədvəldə atmosfer təzyiqinin 3 gün ərzində dəyişməsi haqqında məlumat verilmişdir. Məlumatlar buradadır. Atmosfer təzyiqinin birinci sualda 3 gündə dəyişməsinin ədəd ortası nə qədər olmuşdur? Deməli, nə etməliyim ədəd ortanı tapmaq üçün? Bunları toplayıb bölməliyim saylarına. -0,3 üzərinə gəl, -0,6 üzərinə gəl, 0,3 bölünsün 3-ə. Burada əks ədədlər var. -0,3-dən -0,3. Bunların cəmləri bizə verəcək 0. Qalacaq -0,6 bölünsün 3. -0,6-nı da 3-ə böləndə eləyəcək -0,2. Deməli, millimetr civə sütunu. Civə sütunu. Birinci sualımızın cavabı. İkinci sualda isə görək nə soruşur. İkinci sualda isə deyir, növbəti gün atmosfer təzyiqi nə qədər dəyişərsə, 4 gündə dəyişmənin ədəd ortası əvvəlki 3 gündə dəyişmənin ədəd ortasına bərabər olar. Bu suala da belə cavab veririk. Deməli, əgər biz ədəd ortanın dəyişməsini istəmiriksə, o zaman 4-cü gün əlavə olunan ədəd 4-cü gün bərabərdir. Əlavə olunan ədəd elə bizim tapdığımız bu ədəd ortaya bərabər olmalıdır. -0,2 millimetr civə sütununa bərabər olmalıdır. Bu qaydadır. Belə deyək də, qayda formasında bunu yadda saxladıq. Amma gəlin indi bunu həm də isbatını eləyək ki, görək doğrudan da doğru tapmışıq, yoxsa yox. Ədəd ortanı tapaq. Birinci gün -0,3 idi. İkinci gün -0,6 idi. Üçüncü gün 0,3 idi. Dördüncü gündə burada əlavə etdik ki, -0,2 olmalıdır. Bölürük. Burada 4 dənə ədəd var. 4-ə.
Əks ədədlərin cəmləri bizə 0 verir. Bunlar islah gedir. Yəni üstünə xətt çəkirəm. Qalır -0,6 ilə -0,2-nin cəmi. Bunu bölürəm 4-ə. Bunları toplayanda eləyəcək -0,8 bölü 4. -0,8-i 4-ə böləndə -0,2 eləyəcək. Baxın, birincidə də ədəd ortanı bu tapmışdıq. İkincidə də ədəd ortanı bu tapdıq. Yəni dəyişmədi. Bu da bizim niyə 0,2 olmasının isbatı. Cibə sütunu. Beləliklə, bu mövzularda olan sonuncu tapşırığımızda həllini yekunlaşdırdıq. 14-cü tapşırığın həlli idi.